Əməkdar jurnalist Mirşahin Ağayevin 2000-ci ildə Aynes telekanalında yayımlanan ən yeni tarix tok-şousunda sabiq prezident Əbülfəz Elçibey ilə Ana Vətən Partiyasının sədri, keçmiş deputat Fəzail Ağamalı arasında baş tutan debat sosial şəbəkələrdə yenidən gündəmə gəlib. Debatın diqqət çəkən məqamlarından biri Elçibəyin Fəzail Ağamalıya dediyi sözlərdir. Fəzail bəy, siz elə bir söz demisiniz ki, onu desəm sizin üçün heç yaxşı olmayacaq, deyə o bildirib. Ağamalı dəfələrlə bu məlumatı öyrənmək istəsə də Elçibəy danışmaqdan imtina eləyib. Əbülfəz Elçibəyin Fəzail Ağamalı haqda açmadığı sir nə idi? Qlobal İnfoza danışan həmin debatın iştirakçısı, siyasətçi Nemət Pənahlı bildirib ki, söhbətin nədən getdiyini yalnız Elçibəy özü bilərdi. Sözü olsaydı açıq deyərdi. Hakimiyyətə gələn gündən dedim ki, KKB-nin sirlərini açın, açmadılar. Dedilər sirdir, özümüzlə aparacağıq. Fakt bildiyin şeyi xalqdan niyə gizlədirsən? Elçibəyin Fəzail Ağamalıya elə deməsi siyasi oyunbazlıq idi. Fəzail Ağamalı verilişdə dəfələrlə dedi ki, nə bilirsənsə açıqla. Elçibəy isə qarşılığında onun bildiyini qeyd etdi. Nemət Pənahlı həmçinin Azərbaycanın sabiq baş naziri Surət Hüseynovun ölümü ilə bağlı yayılan müəmmalara da toxunub. Xəbərlər tirajladılar ki, güya xəstəxanada yatarkən Surət Hüseynovu zəhərləyiblər. Halbuki o 12 barmaq bağırsaq və mədə-altı vəz xərçəngindən əziyyət çəkib. Və bunu bildiyi halda əməliyyata razı olmayıb, nəticədə vəfat eləyib. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.